Usta. Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. X Magazin olaraq bu dəfə də peşəkarları sizlərə təqdim etməyə gəlmişik və təbii ki, peşəkarlar hardadsa X Magazin olaraq mən Rəşad Tərlanoğlu onları bir-bir sizlərə təqdim etmək boynumun borcudur. Bu dəfə də Sabunçuda yerləşən Tural Avtoservis 023 ünvanındayıq. Bəli, əziz tamaşaçılarımız, hal-hazırda yanımda Tural 023 avtoservisinin rəhbərliyi və Tural bəy də yanındadır. Xoş gördük Tural usta təbii ki. Və Tural usta istərdim ki, buradan təbii onun tövsiyələriniz, biz hər biriniz izləmişik. Onları da sizdən eşitmək istəyəcəyik və burada göstərilən xidmətlər haqqında informasiya verin. Salam aleykum, ilk öncə olaraq xoş gəlmişsiniz. Təşəkkür edirəm ki, gəlirsiniz, çəkilib belə paylaşdırırsınız. Bilməyən müştərilər var ki, yəni aldanmayan müştərilər var ki, bunları qabaqcadan bilməlidirlər, tövsiyədir. Mən olmayan başqa bir qeyri usta olsun, servis olsun ki, əlbəttə ki, işin keyfiyyətli olması üçün ilk növbədə olaraq usta mükəmməl, yəni professionalcasına ustalar başda olmaq şərti ilə və ustanın da işini mükəmməl edən, professional edən nədir? Onun qoyduğu ehtiyac hissələrdir. Və Chevrolet yeni Chevrolet modelindən fərqi yoxdur. Chevrolet adı ilə olan yeni müasir avtomobillər var ki, bugünkü gündə Azərbaycana kütləvi şəkildə daşınması baş verir də. Yəni yeni nəsil olan avtomobillər gəlir ki, Cobalt-lardır, Exodus-lardır, Trax-lardır. Bu modellər gəlirlər Azərbaycana, demək olar ki, 70% cəmaatın 60% əhalinin Chevrolet idarə edir. Amma çox adamlar da Chevroletdən narazılıq edir. Niyə? Səbəb nədir burada? Səbəb burada odur ki, bu qarşımızda bugünkü gündə qoyduqlarımız bunların hamısı Chevrolet Cruze'un Chevrolet modellərinin ehtiyac hissələridir. Bax, eyni qablaşdırmadır. Siz müştəri olaraq yaxınlaşırsınız hansısa bir ehtiyac hissəsinə. Fırıldaqçılar eyni qabın içindədir. Bax, mən sizə göstərirəm. Eyni məhsullardır. Hər ikisinin də üstündə CM-in kaligraması var. Orijinallığını sübut edəcək burada göstərilir. Bax, bu da orijinal. Bax, mən sizə göstərirəm indi bunu. Siz aid edə bilərsiniz. Burada bunların hansı orijinal, hansı niyə orijinaldır. Bax, ikisi də eyni termostatdır. Eyni formatda, eyni ölçüdə, eyni məhsuldur. Baxın. Bunu bir müştəri olaraq ki, bax, qablaşdırma da eynidir, hər yerləri eynidir. Bunu müştəri olaraq əlbəttə ki, aid eləmək bir balaca çətin məsələdir. Çünki bunun CM-in adı ilə, ehtiyac hissənin orijinallığın adı ilə qablaşdırmanın üstünə sadəcə olaraq belə bir ştampovka vurulur. Burada təki CM-in adı olsun. Gətirirlər, başlayırlar müştəriləri allatmağa. Bunlar dişbazların işidir. Və qoyulan bütün məhsulların hamısı orijinallığını təsdiq eləməlidir ki, sürücü olaraq ikinci dəfə xərcə düşməyəsən. Sürücü bir qoyduğu məhsulu 1 ay, 2 ay, bir müddətdən sonra 5000 kilometr getməmişdən sonra təkrar olaraq, yenə də olaraq yaxınlaşır usta yanına, eyni xərc, eyni xəsarət. Yəni bunu birbaşa edən Chevrolet fərqi yoxdur bizim üçün bu markaya xidmət göstəririk. Avtomobil yəni fərq etmir bizə. Nissan olsun, Kia olsun, Mercedes olsun, BMW fərqi yoxdur. Onunla fərq qoymuruq biz. Amma əslamlı olaraq GM olan avtomobillərdən gedir ki, söhbət onun birbaşa ikinci dəfə problem yaranması, problemlərin qaynaqlanması, yağ axıtma, Chevrolet niyə qızdırır? Bununla bağlı olaraq orijinal ehtiyac hissələrinin olmamasıdır. Yəni onlar olarsa problemlər demək olar ki, azad olarsınız. Chevrolet də sürürsünüzsə mütləq servisə gəlməlisiniz. Ümumiyyətlə Chevrolet deyəndə Tural usta yada düşür. Nə üçün? Bax, bunun səbəbi nədir? Bu barədə istərdik ki, informasiyanı tam dolğun formada izləyicilərimizə çatdıraq. Çünki həqiqətən də bugünkü gündə avtomobillərdə yaranan o problem əsas insanlar üçün böyük bir problemə çevrilir. Bəli, mən sizə onu deyim ki, xatırladım ki, deməli sosial şəbəkələrdə sosial şəbəkələrdə son bir neçə müddət ərzində, bir neçə il ərzində hamı təkrar öz işini paylaşır ki, mən belə. Hamı da öz işinin məhsulundan danışır. Amma Chevrolet aləmi ilə bağlı olaraq ki, bizim kadrlarımız var da. Mən biri var ki, faktlar, biri var fərziyələr. Faktlarla danışıram ki, sosial şəbəkələrin hər birində Chevroletlə bağlı olaraq, ilk olaraq yeniliklərin hamısı bizdə olur. Bunun CM-dən olan ehtiyac hissələrinin orijinallığı və verilən zəmanətlər hamısı birbaşa başlanğıc səbəbi bizim servisdən çıxıb. Ona görə də biz aldıq demək olar ki, 10 ilə yaxındır ki, bu sahə üzrə Chevroletlə bağlı olaraq sözümüzü demiş bünətlərdən biriyik. O yəqin ki, baxımdan olar. Bəli, ümumiyyətlə Tural 023 avtoservisi neçə ildir fəaliyyət göstərir? Biz usta kimi haradasa 15 ildən yuxarıdır fəaliyyət göstəririk. Tural usta 023 bir 10 ildir. 10 ili keçib artıq. İstərdik ki, bizim izləyicilərimizə də bildirəsiniz ki, bugünkü gündə sizin tövsiyələriniz var, hansı ki, o sosial şəbəkələrdə də yayılıb
və o sosial şəbəkələrdən bura müraciət edənlər olub, o tövsiyələrlə bağlı sizə suallar verən olubmu? Bəli, demək olar ki, Azərbaycanın hər yerindən bizim yanımızda müştərimiz var. Hətta bizim öz çəkilişlərimizdə var ki, bizim bir Azərbaycanlı var, Türkiyədədir, bizi izləyir, bizim izləyicidir. Oradan Chevrolet var, Azərbaycana gəlirlərmiş, maşın alıb öz partisi üçün. Maşın xarab olur, birbaşa evakuatorla kargodan keçirib yanımıza gətirir. Yəni xaricidən də Azərbaycana gələnlər olub ki, bizim servisin mühəndisidir. Bunun çəkilişlə var, çəkilişlə təqdim eləmişik biz və bəli, tövsiyə bütün sürücülərə buradan tövsiyəm odur ki, fərqi yoxdur, nə maşını sürməyinizdən asılı olmayaraq, qoyduğunuz ehtiyat hissələrinin, ehtiyat parçalarının hamısı birə-bir orijinal olmalıdır. Orijinal olmayan ehtiyat hissələri ikinci dəfə sizi xərcə salacaq. Müraciət edənlərin sayı təxmini. Bunun ərzində bax biraz öncə elə servisin özünü siz çəkiliş elədiniz, gördünüz ki, yeri yoxdur da, çox olur. 50-100 arası müştərilərimiz var. 023 avtoservisinin başqa filialları varmı və yaxud da açmaq kimi? Başqa filiallar haqqında rayonlarda fikirləşirik, amma bir dənə odur ki, qarşımıza keçən, gələn adam Tural Ustanı özünü istəyir. Yəni, mən istədiyinə görə ki, usta, sən harada... Tural Ustadan da bir dənə oldu. Məndən də bir dənədir, bölüşdürə bilmirik. Yəni, rayonda açıram, məsələn, hansısa bir əməkdaşımızı aparıb ora qoya bilirik də biz, qoysa. Amma gələn deyir ki, usta, sən özünü görüm, o yüzden. O yüzden bölüşə bilmirəm. X mağazin olaraq biz hər zaman peşəkarları təqdim edirik və istərdik ki, doğrudan da burada ustaların peşəkarlığı, digər, yəni burada ustalar var, digər xidmətlər var və onların peşəkarlığına zəmanət verirsiniz. Bizim, bəli, əlbəttə ki, zəmanət burada, hər işin zəmanəti mənəm, mən zəmanət verirəm və yazılı şəkilində talon verilir. İşlər görülüb bitəndən sonra 6 ay zəmanət, 20.000 kilometr, hətta qoyulan ehtiyat hissələr var ki, 1 ildə zəmanəti var onların və görülən servisimizdə görülən işdə mühərriklərin yığılması fərq etmədən mühərrik olmasından asılı olmayaraq, karobka surətlər qutusunun təmir edir, fərq etmir. Xadaboydur, alt işlək ehtiyat hissələridir, bunların təmirləridir, xidmətləri də hamısı göstərilir. Yəni avtomobil maşınla bağlı A-dan Z-yə kimi bütün xidmətlər var və GM olan avtomobillərin ehtiyat hissələri də bizdə mövcuddur. Təşəkkür edirik, çox sağ olun. Özünüzü təqdim edin. Ben Ramazan Denizhan, Türkiye'nin Diyarbakır şehrinde yaşıyordum. 2013-2014'ten bu yana Azerbaycan'da yaşıyorum. Maşınımı 2021. yılda aldım. O günden bugüne Tural Usta'yı tariflediler. Tural Usta'nın yanına geliyorum. Tural Usta'ya da sürekli geliyorum. Ne eksiğim olsa Tural Usta'ya gelip yaptırıyorum. İndi hal-hazırdakı avtomobilinizdə olan problemi istərdik ki... Hal-hazırdaki problemi kondisyoneri, yani kliması yaxşı vurmuyor, soğuk vurmuyor. Yaz geldi mecbur. Soğuk hava lazım bize. Kliması çalışmıyor diye getirdim Tural Usta'ya. Tamirini yaptıracağız inşallah. Və mütəmadi olaraq siz bura gəlirsiniz və avtomobilinizin yoxlanışını burada edirsiniz. Evet, doğrudur. Ne problem olsa Tural Usta'nın yanına geliyorum. Tural Usta da sağ olsun ilgileniyor. Garantili bir şekilde yapıyor. Elə bir şey olub ki, yani Tural Usta'nın gördüğü işten hər hansı bir işindən narazılığınız olsun. Çok şükür bugüne kadar hiçbir narazıcılığım olsaydı zaten gelmezdim buraya. Başka yer tapabilmiyorum. Yani Tural Usta. Tural Usta. Şarol diyende, Cruz diyende Tural Usta bir numara yani. Tural Usta'nı referans olarak sizə kim göstərir? Tural Usta'nın referans olarak yadımda değil. 2021. yıldandır gelirim. Böyle bir tanış olduk. Hele ki Razin'deydi yeri. Oradan bu yana gelirim yanına. Bəs siz özünüz referans olarak? Tabii. Her zaman Tural Usta'yı tavsiye ederim. Teşekkür edirik. Samirə Sübhan da buradadır, əziz izləyicilərimiz. Təbii Samirə xanım, sizi bura gətirən nədir? Hansı səbəbdir? Avtomobiliniz də təbii buradadır. Görürəm ki, burada Tural Usta da buradadır deyəsən. Və avtomobilinizə baxış keçirdir. Avtomobilinizdə olan problemlə bağlı istərdik ki, izləyicilərimizə məlumat verəsiniz. Hoş gördük bala. Deyirəm, mən harada, sən də orada. Maşallah. Maşında biraz problem var idi. Mən bu Turalın ümumiyyətlə 3-cü dəfədir gəlirəm. Turalın yanına gətirirəm bütün maşınlarımı. Bu maşınıma 1-ci dəfədir, amma bundan əvvəlki maşınlarımı gətirmişəm Turalın yanına. Antifistundur, nə adım deyə bilmirəm. Bu suallar. Onu da icraya gətirmişəm. Biraz soyutmada həmişə maşını qızır, başa düşürsən, istiliyi içəri verir. İndi usta baxın, indi deyəcək, həm də yoxlanmağa gətirir. Əsas odur ki, artıq bununla neçənci dəfədir deyirsiniz buradasınız? Bu maşının 1-ci dəfədir, amma bundan əvvəl mənim Mercedesim var idi, həmişə bura gətirir. Məsləhət bax Samirə xanım, təbii siz show biznesdəsiniz hal-hazırda, öz səsinizlə, avazınızla, show bizneslə, öz ifalarınızla sevilirsiniz və sizi bura gətirən avtomobilinizdə olan bir problemdir və sizə referans olaraq kim məsləhət görüb bax burana? Mənim bir rəfiqəm var idi, onların Chevroleti var idi. Qırmızı rəngdə Chevroleti var idi. Üzrükdən, hara gedirlər, maşında problem olurdu, alışırdı yanında. Hətta bir dəfə də bir hadisə olmuşdu. O xanım, bilmirəm, hardansa məsləhət görüblər, xanımı göndərmişlər bura, maşını noldan yığdırmışdı. İnanırsınız, hələ də o maşını
sürür, bir dəfə olsun maşında problem yaranmıyor. Mənim elə patrokam sağ olsun o Məsləhət gördü, yönləndirdi Mən və hardasa bir ildən çoxdur gəlirəm bura. bir narazıçılığınız olubmu ümumiyyətlə Tural Ustanın İnanırsınız. gördüyü işlərdən? Sağ olsun, həm ucuz və keyfiyyətli orijinal materiallardan istifadə edirlər. Aha. Elə yəni salonlar var ki, adam qorxur maşınla apara bilmirsən. Elə servislər var ki, yəni aldadırlar da həm pulda, həm də nə bilim, orası xarab deyil, yalan Aha. deyirlər ki, bu da xarabdır, bunu da dəyişək. Yəni həqiqətən sağ olsunlar. Avtomobilin ehtiyat hissələrinin təbii o orijinallığına zəmanət var burada. Bu barədə Mənim o birisi maşınım ikinci əlidir, düzdür, salon maşınıdır. Bunda Aha. belə problemlər olmur. Sadəcə yüngül nəsə olan kimi qaçıb gəlirəm ki, başım çıxmır da qadın xeylavayam. Sağ olsun, o dəqiqə dəstək olur. Başı salır ki, budur, odur. Bunu dəyişsək, məsəl üçün, bu problem yaranmaz. Amma ondan əvvəlki Mercedesim ikinci əl idi, həmişə problem yaradırdı mənə. Onu gətirirdim, materialları dəyişirdi, orijinal materiallar. Məsələn, yaxşı yağlardan istifadə edirdim. özünüzü təqdim edin. Mühüm rəhmət. Müəllim, sizin bura təbii ki, avtomobilinizin hər hansı bir problemi var ki, siz gəlmisiniz Tural 023-ə və istərdik ki, o problem nə problem idi ki, siz bura müraciət edirsiniz? Hal-hazırda avtomobilin statorunda problem var. Ustalarımız hal-hazırda aradan qaldırırlar. Bundan öncə də Tural Ustanın yanında olmuşuq. Problemləri aradan qaldırıb sistemin. Artıq 4-cü dəfədir bura gəlirəm. Yəni Chevrolet modelinizə mən deyirəm ki, Tural Usta bir məmuriyyətdə hər şey aradan qaldırmadı, çəkməyən çəkmir. Digər vaxtlarda, təbii ki, bu 4-cüdür və ondan əvvəlki vaxtlarda hansı problemlər var idi avtomobilinizdə? Bundan öncə su sistemində problem var idi, axıntılar falan. Ondan indi də yağ sistemində də problem var, o da aradan qaldıracaqlar. Ondan öncə ümumi baxış keçmişdi, səhv eləmirəmsə. Yəni hələ ki bir çətinliyimiz yoxdur inşallah. Tural 023-ə gəlməzdən əvvəl yəqin ki, hər hansı bir avtoservislərə müraciətiniz olub. Çalışdığım qədər getmirəm, amma belə bir ünvan seçəndə belə deyirəm. Aha. Tam buradayım. Xidmətlərdən biraz danışardıq. İstərdik ki, tamaşaçılarımıza buradan söyləyərsiniz ki, bax burada xidmətlər necə Yəni göstərilir? tam səmimi demək istəyirəm ki, xidmətlər yəni super şəkildə təşkil olunur. Yəni qüsursuz, yəni heç bir problem yaşanmır inşallah. Ustalar doğrudan da peşəkardırmı burada? Bəli, yəni bir problem yaransa da belə, yəni garantiya var. Yəni gəlib aradan qaldıra bilir. Bəli. Tural Ustanın məsləhətləri olur adətən. Bəli. Və o məsləhətlərdən yararlanmaq olurmu? Bəli, çalışdığımız qədər dediklərinə riayət edirik. Təşəkkür edirik. Çox sağ olun. Çox sağ olun. Özünüzü təqdim edin. Novruz Ovanar. Mən bilmək istəyirik ki, təbii bura gəlməkdə məqsədiniz, avtomobilinizdə olan hansı problemdir? Məhz sizi Tural avtoservisə yönləndirib. Mən bura gəlmə səbəbim odur ki, qardaş. Demək, mən bir neçə servislərdə olmuşam. Yəni mənim maşınımın dərdini heç bir servis tapa bilməyib. O səbəbdən mən də yaxınlaşmışam Tural servisə, Tural müəllimin yanına, servisimizdə Tural müəllim. Aha. Və burada həmin o problem aradan qalxdı. Bəli, həmin problemi aradan qaldırdılar. Demək olar ki, hər bir şey öz qaydasındadır. Allah kömək olsun. Yəni 1000 manatdan çox xərcim çıxdı başqa yerlərdə, amma bura gəldim, burada xərci, yəni yüngül xərcdən qurtardım. Bəli, dəyərli izləyicilərimiz, hal-hazırda burada gələn müştərilərdən təbii ki, onların da təəssüratlarını bir-bir sizlərə təqdim etmək. Biz istərdik ki, təbii ki, peşəkarları təqdim edirik. Bugün də müştərilərimizin bugünkü peşəkardan razılığını, narazılığını təqdim edəcəyik sizə. Özünüz təqdim edin. Rəşad. Rəşad bəy, xoş gördük sizi və bugün siz də buradasınız. Bax, bu Tural avtoservisdə. Və istərdim ki, təəssüratlarınızı, ümumiyyətlə avtomobilinizdə olan hansı problemdir bugünkü gündə sizi bura gətirir və xidmətlər? Xidmətlər şükür yaxşıdır, əladır. Yəni ki, biz də tərif nəticəsində bura gəlmişik. Yəni istər sosial şəbəkələr olsun, istər TikTok olsun, xəbərlərdən öyrənib bura gəlmişik. Tural Ustanın təriflədiklərinə görə. Aha. İndi maşında olan problemlər səhərlər kodlananda tixi kodda biraz qaz etkisi olurdu, sönmələr olurdu. Gedəndə svetoforda dayananda sönmələr olurdu. İndi ilkin nəticə bərpa olunub. İndi yoxlanışa çıxmalıyam. Aha. İnşallah heç aradan qaldırıla bilər problem. İndi təsərrüfat şeylər indi biləcəm. Yəni indi deyilənə görə dəyişib. Hər bir şey də hazırdır, yaxşıdır. İlk dəfədir ki, yəni İlk dəfədir, bəli, bura ilk dəfədir. Maşını da təzə götürmüşəm, onun üçün təriflənən ustanın yanına gəlmişəm. xeyirli olsun. Ümumiyyətlə müsahibələrdə göstərilir ki, yəni xeyirli məsləhətlərdir. Yəni o məsləhətləri qulaq asmısınız yoxsa yox? Tural Ustanın öz ağzından olunan hansı ki o məsləhətlər verirdi? Bəli, məsləhətlərə qulaq asıb gəlmişəm. Chevrolet'in markası da məsləhəti sevən, elə bil peşəkar ustanı sevən, peşəkar orijinal detallarını məsləhət olunmalıdır ki, qoyulsun, onun üçün rahat olsun.
Ona görə Tural ustanın seçmişik. Təbii ki, inşallah yaxşı olar. Və sonunda istərdim ki, əziz izləyicilərimiz, bizim Rəşad bəy istərdik ki, məsləhət görür, referans bilirsənmi ətrafındakı insanlara ki, mütləqdir ki, bura müraciət olunsun hər hansı bir problemləri olanda avtomobillərində. Təbii ki, məsləhət görürəm. Çünki TikTokda görmüşəm, sosial şəbəkədə görmüşəm. Yəni təriflənənlərin nəticəsində bura gəlmişəm. Məndə də ilk gəlişimdir. İnşallah ki, problem tez bir aradan qalxar. Biz də daimi gələrik Tural ustanın yanına. Təşəkkür edirik, çox sağ olun. Tural Usta.